Salam aleykum. Yeryüzündə yəqinliklə inananlar üçün dəlillər vardır. Sizin özünüz də hələ də görmürsünüzmü? Zəriət surəsi 20 və 21-ci ayələr. Yerdəki dəlillər bu ətrafımızdakı nəhəng kainata, dağların möhkəmliyinə, dənizlərin nizamına və ekosistemin qüsursuz işləyişinə baxmaqdır. Hər şey bir sənətkarın varlığına işarət edir. Özünüzdəki dəlillər bu daxili dünyamıza baxmaqdır. Hüceyrələrimizin möcüzəvi quruluşu, düşünmək qabiliyyətimiz və ruhumuzdakı mürəkkəblik Allahın ən böyük imzasının elə insanın özündə olduğunu göstərir. Görmürsünüzmü? Bu sual bizi sadəcə baxmağa deyil, bəsirətlə, qəlb gözü ilə düşünməyə dəvət edir. Yəni, həqiqət uzaqda deyil, həm kənarda, həm də daxilindədir. Xülasə, kainat böyük bir kitabdır. İnsan isə o kitabın ən kiçik, amma ən dərin fəslidir. Allahı tapmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Aynaya və samaya baxmaq kifayətdir. Ona aşık olan yanar kül olur, deryasına dalan erir kaybolur. Muhammed'e giden Mevla'yı bulur, özledim Resulü.